Salam əziz izləyicilər. Presostat haqqında ətraflı məlumat soruşublar məndən. Ona görə dedim elə video çəkim, hamı görə bilsin. Bu presostatdır. Bu mənim əlimdir. Yəni ölçüsü təsəvvürünüzdə yaransın deyə. Bu şlankdır. Fandan gəlir. İçindən hava gedib gələ bilsin deyə. O şlankdır, içi boş şlankdır. Məqsəd nədir burada? Mən fandan video çəkmişəm, orada onun haqqında danışmışam kifayət qədər. İndi burada qısa olsun deyə danışmıram. Kimə gərək olsa baxarlar orada. Deməli belədir. Bunun arxasında mikroperiklüçatel var içində və membran deyilən bir şey var. Bax, elastik bir şeydir. Buradan hava təzyiqi yaranır fan işləyəndə. Hava təzyiqi o membranı qabardır. Membran mikroperiklüçatelin o düyməsini sıxır və burada kontakt yerini dəyişir. Deməli, normal halda o kontaktlar açıq olur, keçiricilik vermir. Fan işləyəndən sonra o kontaktlar birləşir, beyinə komanda gedir ki, fan işlədi, hər şey qaydasındadır, qazı aç, alışqanı yandır, qoy, kombi işləsin. Belə bir rolu var bunun. Və bu nəyə görə lazımdır? O dəm qazı dolmasın deyə otağa və tüstü tamamilə boru vasitəsilə çölə getsin, çöldən təmiz hava gəlsin. Və bu məqsədləndir qoyulub. Həm də o hava qazın yanmasında çox mühüm rol oynayır. Çox mühüm rol oynayır. Qaz tam yanır. Yəni yarımçıq bir qismi çiy getmir çölə. Alov daha güclü yanır və istiliyi daha çox yaranır. Ocağın, o yanan ocağın istiliyi daha çox olur. Effektlə yanır da, belə deyək. Bu çıxartmışam çölə, biraz arxada olur.